Peygamber sallallahu aleyhi ve sellem diyor ki, üç şey kimde varsa o imanın lezzetini dadacak. Üç şey kimde varsa imanın lezzetini dadacak. Birincisi, Allah ve Resulü ona herkesten çok sevimli olmalıdır. İkincisi, sevdiğini Allah'ın rızası için sevmelidir. Üçüncüsü, Allah onu küfürden xilas edip imana getirdikten sonra cəhənnəmə atılmaqdan qorxduğu kimi bir də o küfrə qayıtmaqdan qorxmasıdır. Allahu akbar, fikir ver. Cəhənnəmə atılmaqdan insan necə qorxur? Gəldiyi yerə, o küfrə, o cəhalətə də elə qorxmalı ki, birdən qayıdaram. Hamısı Allah'ın nimətdir, baba. Böyük nimətlərdir, xatırladı ki, وَذْكُرُوا نِعْمَةَ اللّٰهِ عَلَيْكُمْ. Allah'ın size olan nimətlərini xatırlayın, ona görə də daim danışılır. Bu nimətdir, o nimətdir, Allah'ın nimətləri çoxdur, saymaqla bitməz. وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ. Sizdə olan hər bir nimət Allah'tandır. Hamısı Allah'tan. Sadəcə danışmaq, xatırlamaq. وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ. Rəbbinin nimətlərinə gələndə nə deyir? Onlardan danış, söhbət elə. Allah sana xoşlayır ki, sən o nimətlərini danışırsan, itiraf edərsən ki,